من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وإذ قال ربك للملائكة إني جاعل في الأرض خليفة قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء ونحن نسبح بحمدك ونقدس لك قال إني أعلم ما لا تعلمون. الله. وعلم آدم الأسماء كلها ثم عرضهم على الملائكة فقال أنبئوني بأسماء الله. فقال أنبئوني بأسماء هؤلاء إن كنتم صادقين. الله ما شاء الله. قالوا سبحانك لا علم لنا إلا ما علمتنا الله ما شاء الله. إلا ما علمتنا إنك أنت العليم الحكيم. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz. Sizi Kur'an ve şübhələr verilişində yine sizin xidmətinizdəyik. İnşallah ümidvarıq ki, lazımlı məsələləri, lazımlı mövzuları siz əzizlərə təqdim etmiş olaq. Sizlər üçün faydalı ola. Yenə də əziz ruhanimiz, Kur'an müəllimi Hacı Elnur Xudaverdiyevlə sizin xidmətinizdə istərdim Hacı da salamlaşsın və tamamlanmamış qalan mövzumuzu davam elətdirək. Buyurun Hacı, xoş gəldiniz. Bismillahirrahmanirrahim və bihi nəstəin və huva xeyru nasirin və mu'in. Mən də öz tərəfimdən əziz və dəyərli dinləyicilərimizi və izləyicilərimizi salamlayıram. İnşallah həmçinin sizi və Allah bu müqəddəs yolda hər birimizi müvəffəq eləsin inşallah. İlhamın Rəbbil Alemin. Hacı, biz keçən verilişimizdə bu məsələ haqqında danışırdıq ki, uca Allahımızın müqəddəs kitabında insanın dəyərindən söhbət edirdik. Allah ayələrlə insanın nə qədər dəyərli olduğunu çatdırır. Biz iki məsələ haqqında danışdıq ki, Allah buyurur ki, şeytan niyə öz əllərimlə yaratdığıma sən səcdə eləmədin? Səbəb nə oldu? Və ikinci bu idi ki, Allah buyurur ki, mən öz ruhumla ona üfürdüm. Və üçüncü olaraq budur ki, mən istərdim işarə eləyəm və sizinlə inşallah bu məsələni danışaq. Allah buyurur ki, mən yaratdıqlarımın içərisində əmanətimi təqdim elədim yaratdıqlarımın hamısına. Hamısı birbaşa imtina elədi bu əmanəti qəbul etməkdən.
Yalnız qəbul eləyən insan oldu. Əhzab surəsinin 72-ci ayəsində buyurur: İnnə əradnəl əmanətə aləs-səmavati vəl-ərz vəl-cibal. Allah buyurur, mən əmanəti yerlərə və göylərə təqdim elədim. Vəl-cibal, dağlara. Fəəbəyna ən yəhmilnaha. Onlar çəkindilər bu əmanəti yüklənməkdən, boyunlarına götürməkdən. Buyurur, və həməlhəl insan. İnsan neynədi? Bunu üzərinə götürdü. Bu məsuliyyətin altına girdi. Doğrudan bu əmanət nə idi? Bu əmanət bəzilərində var ki, Quran idi. Bu əmanət insanların hidayəti üçün çalışmaq idi. Bu əmanət ki, insan bunu götürüb, Quran-Kərimdə səhv eləmirəmsə, Həşr surəsində buyurur ki, "Ləv ənzəlnaha vəl-Qur'an əla cəbəlin lərəəytəhu xaşiən mutasaddian min xəşyətillah." Ki, əgər biz bunu dağa nazil etsəydik, sən onu elə bil ki, Allahın rəhmətindən dağılmış, əyilmiş görərdin. İnsan bunun öhdəsini, yəni Allahın əmanətin insan öhdəsinə götürdü. Allah öz kitabında insanı öz əmanətdarı kimi tanıtdırır. Amma başqa kitablar bunu bu cür tanıtdırmır. Başqa kitablar insanı Allahın rəqibi kimi tanıtdırır. Allahın acığı gələn bir varlıq kimi tanıtdırır. Seyid, əslində bir söz. Bəzən insan yaşayışı, insanlar səhv düşünür. Bizim dünyamızda yaşayırıq. İnsanlar fərqli-fərqli surətdə yaşayırlar. Fərqli-fərqli əqidədə və düşüncədə və fərqli-fərqli formalarda biz dünyada yaşayışları görürük. Və əfsuslar olsun ki, bu millətlər ki, fərqli-fərqli yaşayırlar, hər bir millət, hər bir firqə öz yaşayışını müqəddəs görür. Və öz yaşayışını bütün digər yaşayışlardan üstün görür. Yəni, biz nəzər salsaq, dünyada bəzən elə bir tayfalar var ki, meşədə yaşayırlar. İnsandılar, meşədə yaşayırlar, paltarları yox. Bəlkə də çırpaq. Yəni, bir çox çırpaqdır sosial şəbəkələrdə, əyinləri çırpaq, istər qadın olsun, istər kişisi olsun, bu formada yaşayırlar. İndi onları, məgər paltarları yoxdur, onlar istəyə bilməz, ən azı əyinlərinə bir şey atsınlar. Bəli. O yaşayışı, o geyimi, o formada yaşayışı özlərinə müqəddəs bir geyim mi deyim, forma mı deyim, o cür yaşayış tərzi. O cürünə tərz bilirlər. Yəni, o tərzi özləri üçün müqəddəs bilirlər. Və dünyanın bir çox yerlərində. Məsələn, indi bu günləri, mən bunu çox misal veraram, deyərəm ki, bu mövzu biraz kənara çıxmasın, çıxsa da izləyicilər bizləri bağışlayarlar. Bir zamanlar bəzi insanlar, bəzi dəstələr yuxarıdan aşağıya kasıb insanları baxdılar. Allahın qəribə işləri var. Aşağı pulsuz insanlar ki, bir dəstə insanlar ki, varlı dəstələr, milyonçular ki, onlara çox heyvan kimi baxırdılar bəzən kasıblara və onlardan o cür istifadə edirdilər. Allah bir iş gördü. Bunu çox adam bilmir. Allah gəldi o geyimi, paltarı olmayan o dəstələrə ki, yuxarıdan aşağı baxırdılar. Allah gəldi, onlardan da betər paltarı o varlıların əyninə geyindirdi. Düyünlərə baxın, dünyada mod olan paltarlara baxın. Şalvar, köynək olsun. Yəni, baxıb adam utanır, ona köynək deyər. Baxasan şalvara, ona şalvar demək. Yəni, şalvarlıq bir şey yoxdur. Hamısı para. Yəni, mod. Vaxt var idi, belə deyək də, o kasıblıq rəmzi olan cırıq paltarlar indi mod olub. Mod olub kimin əynində? Milyonçularla. Kasıb onu geyinməz. Kasıb baxır, gülür. Deyir, bu nə geyimdir? Halbuki Allah bir iş gördü bu formada. Bu günləri bir zamanlar vardı kasıbın yeməyinə, yaşayışına lağ eləyənlər. Baxın indi. Bu gün indi şəhərimizdə və bir çox dünyanın yerində özümüzü misal gətirək. Bu günlərə baxın, şəhərimizin, gözəl şəhərimizin mərkəzi yerlərində yedik yeməklə. Bir çox o bərk gedən, belə deyim də, el dili ilə bərk gedən kafelərə baxsıq, restoranlara baxsıq, bu günləri təndirxananı gətirib qoyurlar restoranın ortasından, orada çörək bişirirlər. Orada kətdə şor, pendir. Yəni kənd həyatı ilə, çünki
Görürlər ki, başqa cür cəmaatı yığa bilmirik. Halbuki bir zamanlar o şor, pendir yiyən, o soğan çörəyi yiyənlərə lağ eləyənlər bu günləri onların həyatının həsrətini çəkir. O kənd həyatı yaşamaq üçün o yerə gedə bilməyəndə o dəstələr insanlar üçün şəhərin mərkəzində bir şərait qururlar ki, mən o kənd həyatını burada sənin üçün hazırlamışam, gəl o kənd həyatını yaşa. Burada yaşa, bəli. Kasıb qədri bil. Bəli. Allahın da bəzən belə deyəcəydim ki, Hacı, bu misalların bura nə aidiyyatı var? Bəli, buyurun. Sağ ol. Allahın da bəzən qəribə bir işləri var. Bəli. Allah bəzən bir iş görür insan üçün. İnsaniyyət məqamı çox böyük bir məqamdır. Yəni Allah Teala insana deyir ki, əmanət məsələsindən söhbət gedir də. Baxın, Allah Teala deyir ki, insani məsuliyyətlər var ki, insan kimi yaşam. İnsan kimi yaşam, insan kimi danışmaq, insan kimi rəftar eləmək, insan kimi qonşularla rəftar eləmək, cəmiyyətdə necə olmaq, ata ilə necə olmaq, övladla necə olmaq, bacı ilə necə olmaq, qardaşla necə olmaq, dostla necə olmaq. Bunlar insan kimi yaşamdır. Bu yaşamı insana kim öyrədir? Bir var, insan öz ağlı ilə, dostla bildiyi kimi, bu günləri Avropaya gəlsən, Almaniyada məsələn gələnlər deyirlər ki, həyat sanki sönüb. Yəni küçəyə çıxsan altı bazardan başqa heç bir insan görmürsən. İnsanlar biri ilə də bəzi Avropa yerləri var. Məsələn, insan orada ölür, biz görürük də. Məsələn, kameranın qabağında orada maşın vurdu, orada çobalayır, ölür. Heç kimin onun işi yoxdur. Hamı sağdan gedir, sağına gedir, soldan gedir, soldan gedir. Sanki insaniyyətin, o can verənin o vəziyyəti onun üçün heç bir şeydir. Yəni ona baxacaq, görəcək. Amma din nədir? Allah nədir? Deyir, insan, sən insansın, sənə bir məsuliyyət vermişəm. İnsaniyyət məsuliyyəti. Sən qayğısına qalmalısan. Atanın, ananın, cəmiyyətin, sənin bir məsuliyyətin var. Dağlar bunu götürmədi. Daşlar bunu götürmədi. Göylər bunu götürmədi. Dedi, mən bunun altından çıxa bilmərəm. Amma insan necə bir qüdrətli bir varlıqdır ki, Allah ona görə insanı, bu gücü insan boynuna götürdüyü üçün, məsuliyyətin altına girdiyi üçün, ağır bir məsuliyyətdir də. Allah Teala ondan sonra nə dedi? Sonda nə deyir? Mələklərə deyir ki, indi zəhmət çəkin, gedin. Bu insanın qabağında. Sonraki ayə nə deyir? Sonraki ayədə insanın yaranışından söhbət eləyir ki, insanın yaranma səbəbindən və siz tilavət elədiniz Bəqərə surəsinin 30-cu ayəsi ki, buyurur ki, Allahın insana baxış tərzi, Quranın dili ilə. Tövratın da dili ilə əslində o cür idi. Əziz izləyicilərimiz bu məsələdə diqqətli olsunlar. Bizim bugünkü təhrif olunmuş Tövrat və İncildən söhbət gedir ki, yəni əsl sözümüz odur ki, bu kitablar ondan köçürülməyib. Buyurur və əlləmə Adəməl əsmaə kullaha. Sonraki mərhələdə Allah sonraki mərhələdə Allah Adəmə elm öyrətdi. Elm dəyərlidir və əlləmə Adəməl əsmaə kullaha. Əslində dünyanın sirləri. Bəli. Yəni elm Hətta deyəndə elm haqqında mənim bir məsələ yadıma gəlir, Hacı. Biz tələbə olan vaxtı bir maraqlı bir məsələ var idi Ər-Rəhman surəsində. Orada sual verir ki, Ər-Rəhman surəsi belə başlayır. Ər-Rəhman. Ər-Rəhman, yəni uca Allahın rəhmaniyyət sifətindən danışır. Bağışlayan Allah, mehriban Allah. Əlləməl Qur'an, xələqəl insan. Qur'anı öyrətdi, insanı yaratdı. Burada deyir ki, axı bəs Qur'anı insanı yaratmamışdan əvvəl Qur'anı kimə öyrətdi? Deyir, əslində bu təqribən belədir. Xələqəl insan əlləməl Qur'andır. Amma elmin məqamı Allah istəyir görsəsin ki, elm o qədər məqamlıdır ki, bu yerdə elmi öyrətmək xələqəl insandan qabağa keçir. Çünki elm çox dəyərli bir şeydir. Peyğəmbərimizin elm haqqında sözü nədir? Buyurur ki, alimin mürəkkəbi şəhidin qanından üstün, bir saat elmlə məşğul olmaq 70 il ibadətdən əfsəldir və Allah gətirir Həzrəti Adəmin məqamın elmi ilə orada göstərir. Və əlləmə Adəməl əsmaə kullaha, thumma a'radahum aləl mələikəti fəqalə ənbiuni bi əsma'i haulai. Allah buyurur ki, siz də deyin bu adları. Mələklər deyirlər, İlahi Pərverdigara, bizə bir şey öyrətməmisən. Yəni, öyrətsəydi də onların onsuz da yadında qalmayasıdır. Bu elm məqamına yüksələn varlıq
insandır. İnsan cahil olduğu halda o öz məqamının haqqını verməmiş Yəni olacaq. bura kimi biz bunu bildik. Yəni Allah insanı bununla dəyərləndirdi. Öz əli ilə yaratdı, Öz ruhundan öz üfürdü. ruhundan üfürdü. Allahın əmanətini qəbul etdi. Əmanətin insan qəbul elədi. Bu da bir dəyər mindi. Sonraki mərhələdə Allah Bəli. ona dünyanın sirri elmləri təlqin elədi. Və sonra gəlir. Ayə belə. Və sonra Allah buyurdu və izqulna lil mələikəti iscudu li Adəm. İndi ki bu mən bax sizə necə bir varlıq təqdim elədim. Öz əlimlə becərtmişəm, mən ona öz ruhumdan üfürmüşəm, mənim əmanətimi qəbul edib elmlə doludur, siz ona səcdə edin, əyilin ona, təzim edin. Rivayətlərdə var ki, deyir ki, səcdə Allaha bəndəçilikdir, Adəmə isə səcdə hörmətdir. Ehtiram. Bəli, təkrimən ləhu ki, o ikramdır. Ki Allah insanın dəyərin doğrudan nə qədər göstərir Quranda. Uscudu li Adəm. Əyilin indi o səcdə Adəmin qarşısında. Halbuki o Adəmi ki, əvvəlin yaradanda Allah Taala neymirsən yaradır? Bəli, elə ki, ayənin əvvəlində belə deyir. Allah Taala deyir, zaman ki insanı yaratmaq istəyəndə Qalə Rabbuka lil mələikəti inni cailun fil ardı xəlifə. Mən istəyirəm yer üzərində bir xəlifə yaradım. Qalu ətəcəlu fiha mən yufsidu fiha. Bəli, ilah, neysən yaradırsan? Fəsad törədəcək, qan qan tökəcək, zülm eləyəcək, fəsad eləyəcək. Və nəhnu nusəbbihu bihamdik. Amma biz sənə təsbih deyirik, biz sənə zikr eləyirik və səni müqəddəs tuturuq. Allah Taala orada bir söz dedi. İnni a'lamu ma la ta'lam. Mən bildiyimi siz bilmirsiniz. Siz insanı tanımırsınız. Siz bilmirsiniz insan hansı məqama sahib. Bu insan ki biz Həzrəti Səlmanı da ki ona misal vurmuşduq, salih əməllərlə elə bir dərəcəyə yüksələ bilər ki, siz ona yalnız səcdə edə bilərsiniz. Deməli Seyid, bir əhvalat yadıma düşdü, onu da deyim, əziz izləyicilərimiz keyf eləsinlər. Həzrət Musa Peyğəmbər Fironun dövründə bir əhvalat baş verdi. Bilirsiniz, Firon ona Allah deməyənləri hamısının başını vururdu, bədənindən ayırırdı. Bir zaman gəldilər, dedilər ki, bunun bir xadiması vardı evində, yəni uşağının baxıcısı. Maaşda deyirlər ərəblər ona. Bir günləri bu maaşda xanım, bu xidmətçi qızının, Fironun qızının saçını darayanda Allah adamları sözü nə ilə başlayır? Bismillah, Allahın adı ilə. Bismillah dedi. Bismillahirrahmanirrahim. Yəni Allahın adını çəkdi. O qız üzünü çevirdi buna. Dedi ki, mənim atamı deyirsən. Ağa Firon Allahçılıq iddiası eləyir. Dedi, ənə Rabbukumul a'la. Mən sizin böyük Allahısam. Dedi, yox qızım, dedi, darıya. Mən o Allaha deyirəm ki, səni də yaradıb, məni də yaradıb, bütün kainatı yaradıb, bütün aləmiyyatı o da o yaradıb. Bu qız getdi, məsələni Firona danışdı. Firona danışandan sonra Firon dedi, mən onu buna deyirəm, mənim öz sarayımın içərisində mənə inanmır, çağıtırdı. Dedi, mənə inanmırsan, eşitdim, belə bir əhvalat eşitdim. Çox sözdən sonra dedi, bəli, la ilahə illallah. Mən o Allaha inanıram ki, səni də, məni də bütün aləmi yaradı. Ondan başqa Allah yoxdur. Dedi, sən evimin içərisindəkən mən səni bağışlaya bilərəm. Gəl, mənə Allah de. Çox sözdən sonra dedi, yox, sözün üstündə durdu, möhkəmdir. Firon dedi, madəm beləncə idi, əmr elədi bir tonqal qalıyor. Ya təndir deyirlər, tonqal deyirlər. Bəzi hədisdə var ki, tonqalın içərisinə o yağı, qaynar yağın içərisinə qaynatdırdı. Tonqal da yazıblar. Böyük övladın gətirdi gözünün qabağında bu xanımın. Tapdırdı, gətirdi gözünün qabağında, atdılar tonqalın içinə, yandırdılar. Anadı da içi yanır. Dedilər, dönmədi. Dedi, la ilahə illallah. İkinci övladın yandırdılar. Yine dedi, la ilahə illallah. Qucağında südəmər uşağını aldılar, atdılar o tonqalın içərisində, yandırdılar. Eşqindən dönmədi. Dedi, la ilahə illallah. Allah olan məhəbbətindən dönmədi. Sonda nə oldu? Özünü də atdılar, tonqalda yandırdılar. Nəticəsi nə oldu? Firon öz işini gördü. Amma nəticəsi bu oldu Seyid. O maraqlı yeri budur. Peyğəmbər Allahın meyracda gəldi, Allahın ərşində bir məqama çatdı. Gördü, Allahın ərşinə nə gözəl ətrisi gəlir. Dedi, ilahi, bu nəyin ətridir, sən ərşi o ətirlə bəziyibsən. Allah nə cavab verdi? Dedi, Peyğəmbər, bu haman Fironun xadiməsinin ətridir, ərşindən bəziyibsən. İnsan bir xadimədir.
Amma Allah yanında hansı məqama çatır? Gözəl əməllər nəticəsində. Əməlin nəticəsində, eşqin, saf eşqin, pak eşqin nəticəsində bəli, insan elə bir məqamlara çata bilər ki, hətta bəzi peyğəmbərlər o məqama çatmıyor. İnsan budur, qiymətli. Təbii ki, insan bu məqama ki yetişdi, Allahın buyurduğu Qurani Kərimdəki növbəti məqamı, Allah onu yer üzündə xəlifəsi qərar verdi. İnni cailun fil ardı xəlifə və sonda buyurdu ki, və səxxərə ləkum ma fis səmavat və ma fil ardı cəmiyə. Və buyurdu ki, bu dünyadakı mən, bu kainatdakı nə yaratmışam, hamısını bunun üçün yaratmışam. Bu Allahın kitabında insana verdiyi dəyərdir. Amma başqa kitablara baxanda nifrət olunmuş, lənət olunmuş filan və həmən. Təbii ki, bizim mövzumuz tamamlanmadı. Gələn verilişimizdə ki, Qurani Kərim peyğəmbərlərin məqamının müdafiəçisi məsələsidir ki, inşallah gələn verilişimizdə. Son ayəni də deyək, bunlarla bu mövzuyu bağlayaq. Sümmə ənşə'na, elə ki, Allah Teala deyir ki, bütün hər şeyi onun qarşısında təsxir elədim, tabiçiliyinə qoydum. Sümmə ənşə'nahu xalqan axar, sonra ayrı bir yaradılış oldu bu insan. Fətəbarəkallahu əhsənul xaliqin. Allah Teala ondan sonra baxdı insana, bu insandan fəxr elədi. Barəkallah olsun, əhsənlər olsun insan səni yaradan Allah. Bəli. Təbii ki, burada verilişimiz tamamlanır. Uca Allah bizi daima Quran və Əhl-i-Beyt xidmətində qərar versin. Ümidvarıq ki, sizlərə lazımlı məsələləri çatdıra bildik. Gələn verilişlərdə görüşənədək Allah amanında.